o mənəvi aləmimizi zənginləşdirməyə yönəlmiş hər hansı addımlar atmaq üçün sizcə nə eləmək olar? Ən önəmli məsələlərdən biri insan həyatın mərkəzinə öncə doğru baxmalı. Çünki İslam mədəniyyətində o mərkəzə insan qoyulub. Bəli. Madam ki, insan bu mərkəzi təmsil edəcək, onda təmsiliyyət vəzifəsini düzgün yerinə yetirməsi üçün insan özünü kamilləşdirməlidir. Bəli. Rəbbimiz bizə əslində iqra hökmü ilə, oxu əmri ilə bizə bu kainat kitabının səhifələri arasındakı əsrarını, sirlərini daha dərindən anlamamız üçün bizə ağıl, Bəli. düşüncə verib və bir yönü ilə də bizə qəlb verib. Bəli. Madam biz daha fərqli bir yolun, daha gözəl bir gələcəyin sorağındayıqsa, onda bu işi kamilcəsinə yerinə yetirməmiz üçün bizim ağlımızla, bizim qəlbimizin arasındakı yol açılmalıdır. Bəli, o pərdə qalxmalıdır. Bəli, bizim əslində ağlımız başda başımızın baş bəlasına çevrilir əgər iman etməsə. Bəli. Əgər təkcə iman edib də oturub 90 il bir təsbih çevirməmizlə də həyatın dizaynını dəyişə bilməyəcəyik. Tamamilə doğru. Bu baxımdan Həzrəti Muhammed Mustafa aleyhissalatu vesselamın həyatı, onun səhabə və əhl-i beytinin həyatı bizim üçün fövqəladə dərəcədə böyük bir örnək və bir məktəb, bir qaynaqdır. Necə olacaq bu çağın 21-ci əsrin insanının Həzrəti Muhammedin məktəbindən, aleyhissalatu vesselamın məktəbindən necə yaralanacaqdır? Yəni, üslub və metod baxımından daha sürətli bir inkişaf edən dünyada çox sürətlə elmi əldə edən, bu dünyadan daha sürətli bir metodu o müəllimlər müəllimi bizə öyrədibdir. Bəli. Sadəcə biz müsəlmanlar olaraq yer üzünün 1 milyard 700 milyonuna yaxın müsəlman toplumu ümmət olaraq o mənəvi qaynağımızdan çox uzaq düşürüldük. Bəli. Bəzən ya ağlın istiqamətində getdik, ya qəlbin istiqamətində getdik. Hansı ki, İslam dini bir vəhdət dinidir. Bizi birliyə çağırdı, bəzən təriqətin içində qaldıq, bəzən məzhəbçilik elədik. Ona görə də parçalanma, təfriqə vadilərində zalim gücləri bizi bir loxma halında uddu. Bəzən alimlərimizə, bəzən də elm insanlarımıza divan tutuldu. Və çağımızın, zəmanəmizin bu yerində belə bizə böyük alimlər var ikən, gerçəkdən o alimlərdən bir nəsib qaldıq. Hansı ki, kitab söylüyor, qurban olduğumuz həyat kitabı ki, Allahdan haqqı ilə qorxan həqiqi alimlərdir. Baxın, o batmayan günəşlərimizin əslində nuru, ziyası yüz minlərin, milyonların həyatını işıqlandıracaq gücə malikdir. Çünki Allahın Əl-Alim ismi ilə onlar əxlaqlanıbdır. Baxın, belə alimlərin əsərləri, belə zatların söhbətləri, vaazları və xitabları gerçəkdən insanı oyandırır, insanı ayıldır, insanı həqiqətlər aləminə mütləq ki götürür. Çünki bir alim söhbəti insanı günah kirlərindən, o insanı o günah sektorlarından qurtarır. İnsana sən insansan, artıq dünyanın köləsi olma, Allahın qulu ol, bəyək dediyiniz o oyuncaq dünya alət olma deyir. Və yaxud da bu dünyada önümüzdə bizə sağa, sola, haqq aləminə gedən yolda önümüzdə duran şeytana tabe olma deyir. Və biz Rəbbimizə doğru. İnsanlıq qafiləsi, əslində bugün bu dünya evinin içərisində böyük bir gəminin içərisindəyik. O gəmini qutaracaq Allahın salih qulları olacaqdır.